Hər kəsə salam. Bugün buraxılış sınaq imtahanında istifadə olunmuş ingilis dili 9-cu sinif qrammatika suallarını sizlər üçün izah edəcəm. Deməli, başlayırıq 13-cü sualdan. 13-cü sualda biz and bağlayıcısı görürük. Deyək ki, düzgün variantı seç. And və deməkdir. Mənim bacım və mən. Bir yox, iki şəxs. Mübtəda cəmdədir. Mübtəda cəmdə olduğu üçün xəbərimiz də mübtəda ilə uzlaşmalı və cəmdə olmalıdır. Cəmdə olan mübtəda ad olacaq were, are və will be. Yəni 1, 3 və 5. 14-də Did you use in the glasses? Baxın, burada in söz önüdür. Bu tipdə mübtədalar çox düşür. Və biz sözönlüyə qədərki hissəyə baxanda adətən tək mübtəda görürük. Sadəcə sözönlü müəyyən qədər cəmlə verib bizi çaşdırmağa çalışırlar. Baxaq ki, Juice da təkdədir. Düzgün variantı seçmək istəyir. Təkdədirsə xəbərimiz olacaq təkdə. 2, 4. Yəni stəkanlardakı portağal şirəsi soyuqdur, çox soyuqdur ya da çox soyuq idi. The number of cəm mübtəda, lakin tək xəbərlə işlədir. Çünki burada of-dan əvvəlki number sözü əsasdır. O təkdədir və sayı deməkdir. İtən insanların sayı və burada da to be üstə gələk ya da have has been üstə gələk participle to formasında olduğu üçün məhsul növdür. Təkdə is told us bizə deyilir və yaxud da bizə deyildi. Was told us. 2, 4, B variantındadır. 16-da indirect speechdir. Baş cümlə indiki sadə zamandadır. Budaq cümlə olduğu kimi qalacaq. Deməli, budaq cümlə olduğu kimi qalacaq və if olmaz. Çünki if sual cümləsini dəyişir. Mu kimi tərcümə olunur sual ədatı olaraq. Yəni o deyir ki, bacısı onunla birlikdə məktəbdədirmi? Baxın, o deyir ki, mən bacımla birlikdə məktəbdəyəm. Yəni o özünü deyir, düzdürmü? Ayları çıxaq. He says that he's at school. Biz his sister. Mənim bacımla yox. O özünün öz bacısı ilə məktəbdə olduğunu deyir. 17 düzgün variant istəyir. Let birinci qrup feildir. Özündən sonra feili tulsuz məsdər halında götürür. Digər tərəfdə ona uyğun olaraq paraleldir and var deyə, elə olacaq sit. Qoy yaşlı adam gəlsin və divanda otursun. Anna raised money for the voyage, yəni səyahət üçün pul toplamağa çalışdı. Təsdiqdədir, keçmişdədir, feilin sonunda eddən bilirik. Deməli, inkarlara çıxaq. To zaten inkarın işləmir. So da inkarın işləmir. So did I. Çünki keçmiş zamanda olan feillərin sualı didlə düzəlir. Biz də təsdiqdə təsdiqi saxlayırıq. So, köməkçi feil olan did və daha sonra mübtəda. Yəni, həmçinin məndə. Daha çox izahlar üçün kanalıma abunə olub məni izləməyə davam edin.